Azərbaycanın transplantologiya sistemi regionla müqayisədə hansı səviyyədədir? Belə deyək ki, Azərbaycanda qaraciyər transplantasiyası ilk dəfə 2008-ci ildə icra olunanda həm Qafqazda, həm Orta Asiyada ilk qaraciyər canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatı idi. Hal-hazırda da ölkəmiz bu sahədə regionda liderdir, yəni Qafqaz regionunu nəzərdə tuturam. Bu müddət ərzində eləcə də tutaq ki, meyitdən orqan transplantasiya sahəsində yenə Qafqazda bir ilk elədi. Azərbaycan eləcə də ürək transplantasiya sahəsində Qafqazda bir ilk elədi. Bundan başqa çox ilklərə, yəni ki, orqan transplantasiyası sahəsində imza atılıb Azərbaycanda. Yəni çox ilklər dediyim bu regionda olan birinci hadisələri nəzərdə tuturam. Tutaq ki, məsəl üçün biz donorlarda, qaraciyər donorlarında ilk dəfə əməliyyatı laparoskopik icra edəndə uşaqlar üçün nəzərdə tutulan əməliyyatını deyirəm. Yəni biz araşdırma apardıq. Yəni sadəcə Türkiyədə bizdən bir il əvvəl icra olunmuşdu bu əməliyyat. Başqa Qafqazda, Orta Asiyada biz belə əməliyyatın icra olmağına rast gəlmədik. Məsəl üçün deyək ki, mən keçən illəri Özbəkistana getmişdim. Orada bir 10 günlük əməliyyatlar icra elədik Səhiyyə Nazirliyinin xətti ilə. Orada böyrək transplantasiya əməliyyatlarında donor əməliyyatlarını laparoskopik icra eləmirdilər və biz orada 10 gün o əməliyyatları icra eləyəndən sonra özbək kolleqalarımız biz qayıdandan sonra həmin əməliyyatı laparoskopik icra eləməyə başladılar. Ümumilikdə Azərbaycanda transplantasiyanın inkişafını regionla müqayisədə qənaətbəxş hesab eləmək olar.